Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Resulillahil əmin və ala alihi tahirin el-məsumin. Mübarək Ramazan ayıdır. Allah-u Teala'nın məğfirət bağışlanma ayıdır. Və Əli əleyhissalamın vəsiyyətnaməsini oxuyurduq. Gəldik vəsiyyətnamənin bu hissəsinə ki, Həzrət Əli əleyhissalam buyurur, Allah, Allah, salat. Övladlarına buyurur ki, sizə namazı tövsiyə eləyirəm. Fə innəha amudu dinukum. Namaz dininizin sütunudur. Əli əleyhissalamın son vəsiyyətində namaza önəm verir, namaza diqqət ayırır. Namaz bütün dinlərin, xüsusilə İslam dininin önəmli, əhəmiyyətli saydığı ibadətlərdən biridir. Və bugünkü günümüzdə ən məzlum mövzulardan biridir ki, biz namaza lazım olan dəyəri vermirik və nəticədə özümüz o ilahi dərgahda öz dəyərimizi, məqamımızı aşağı salmış oluruq. Bugün çoxları deyir, qəlbin təmiz olsun. Bugün çoxları deyir, əsas ürəyin təmizliyidir, namaz olmasa da olar. Namaz mühüm deyil. Çox qorxulu sözdür bu adam. Namaz dinin zəruriyyatındandır. Əgər bir adam bilərəkdən onu inkar eləsə, küfrə düşər. Şeytani sözdür deyəsən, qəlbin təmiz olsun, namaz qılmasın da olar. Başqa vaxtda çox qəribədir, təəccüblüdür. Başqa vaxtda adamlar deyir ki, bu Quran-ı Kərimdə var, varsa mən ona əməl eləyirəm. Yoxdursa, mən onu qəbul eləmirəm. Quran-ı Kərimdə onlarla namazla bağlı ayə var. Təşviq və namazın tərkini məzəmmət eləyən ayələr. Onların bir neçəsini mən oxuyuram. Təbərrük ünvanında inşallah ki, faydalı olar. İbrahim surəsinin 31-ci ayəsində Uca Rəbbimiz buyurur, Qul li'ibadiyyəl-ləzinə amenu. Mənim Peyğəmbərim, mənim iman gətirən bəndələrimə de, yuqimus salat. Onlar namaz qılsınlar. Bəndəliyin göstəricisi namazdır. Bəndəlik namazla ölçülür. Gəldilər Peyğəmbərin yanına bir dəstə adam, dedilər, ya Rasulallah, biz sənə iman gətiririk, döyüşlərdə iştirak eləyirik, amma bizə icazə ver, biz namaz qılmayaq və yaxud da namaz qılaq, rükû və səcdə eləməyək. Həzrət Rasulullah buyurdu ki, sizin bu iman gətirməyiz lazım deyil. Onları geri çevirdi. O dindəki namaz yoxdur, o din mənə lazım deyil. Bu qədər namaz prinsipial məsələdir. Bəndəliyin dediyim kimi göstəricisi insanın namaz qılmasıdır. İlahi rəhməti insanın halına şamil eləyən neçə dənə mühüm əməl var. Biz hamıya deyirik, Allah rəhmət eləsin. O bizə düşən vəzifə. Amma Allah kimə rəhmət eləyir? Bu da önəmlidir. Kimə Allah deyir ki, mənim rəhmətim bunun halına şamil olsun? Tövbə surəsi 71-ci ayədə neçə dənə əməl sayır? Yəmrunə bil məruf. Möminlər o adamlardır, yaxşı işlərə dəvət eləyirlər. Və yənhavnə anil münkər. Pis işlərdən çəkindirirlər. Və yuqimunəs salat. Və namaz qılırlar. Və yu'tunəz zəkat. Zəkat verirlər. Bunları deyəndən sonra buyurur ki, ulaikə səyərhəmuhumullah. Bunlar Allahın rəhm eləyəcəyi insanlardır. Allahın rəhməti bunların halına şamildir. Bu insan ki, namaz qılır. Namaz, ilahi rəhmətin insanın halına şamil olması üçün əsas şərtlərdən biridir. Dünyadır, çətinlik var, problemlər yeridir dünya. Çətinliklər yurdudur. Çətinliklərimizin çıxış yolun başqa qapılarda axtarmayaq, Allah qapısına gedək. وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ. Namaz və səbirlə Allahdan kömək istəyin. Namaz qılaq. Əmir əl-Möminin buyurur, çətinliyin var, 2 rəkət namaz qıl, çətinliyin həllin Allahdan istə. Dua yazandan, falçıdan, nə bilim kimdən, istəmə çətinliyin həllin. Allahdan istə ki, Pərverdigara düşdüyüm çıxış yoldan mənə nicat ver. Əhl-i beyti vasitə gətir. Allah əhl-i beyt vasitəsi ilə sənə yaxınlaşıram. Bunların hörmətinə mənim çətinliklərimi asan elə. Amma namaz Allahdan yardım almaq üçün bir vasitədir. Bəqərə surəsi 45-ci ayədə buyurur. Bu namaz barədə olan, elə bilirəm ki, 3 dənə ayə kifayət eləyir. Vaxt məhdudiyyəti səbəbi ilə digər ayələri oxumuram. Və məzəmmət eləyənlər də bəs qədərdir. Müddəssir surəsində cənnət əhli və cəhənnəm əhli arasında diyaloq var. Cənnət əhli cəhənnəm əhlindən soruşur, ma sələkəkum fi səqər, sizi cəhənnəmə salan nə oldu? Bunlar 4 dənə şey sayırlar, birinci budur. Ləm nəku minəl musallin, biz namaz qılanlardan deyildik.
Adamlar açıq-aşkar etiraf eləyir. Qurani Kərimin ayəsidir Müddəssir surəsində. Namaz qılmadıq deyə biz cəhənnəmə düşdük. Bizimki deyir ki, deyir əsas ürəyin təmiz olsun, o qalanı boş şeydir. Ay insafsız. Və axı bu Qurani Kərimin ayəsi var. Niyə ilahi ayələri biz müzakirə obyektinə çeviririk? Əmrlər müzakirə olunmur, icra olunur. Cəhənnəm əhli deyir, biz cəhənnəmə düşdük, namaz qılmırdıq deyə. Yaxud Maun surəsində buyurur, Fəvəylul lil musəllin, vay namaz qılanların halına. Veyl cəhənnəmdə bir dərənin, quyunun adıdır. Vay namaz qılanların halına, Əlləzinəhum fi səlatihim sahun, o namaz qılanlar ki, namazlarında səhlənkardılar. Namaza səhlənkar yanaşana Allah deyir ki, vay sənin halı o. Necə insan namaza səhlənkar yanaşar? İş görür, əlimizdə işimiz var, bu işimi görüm, namazımı qılaram. Namaza səhlənkar yanaşmaqdır. Namazı əvvəl vaxtında qılmamaq namazı səhlənkar yanaşmaqdır. Yəni, harada azan verildi, insan orada namazını qılsın. Qərar deyil ki, elə həmişə evdə olan, məsciddə olan, çöldə, həyətdə, bacada, təmiz bir yer oldu. Azan verildi, azan vaxtında adam dura namazını qılsın. Biz namaza yüngül yanaşmağın neçə dənə nümunəsini qeyd eləyəcəm. Ki, çox qorxulu hallardır bunlar. Biz deyirik, namazı qılaq rahatlayaq. Amma namaz yük deyil ki, qılıb qutaraq rahatlayaq. Namaz qıla-qıla rahatlanmalıyıq. Allahla ünsiyyətimiz ola-ola rahatlanmalıyıq. Bəzən deyirik ki, qoy namazımı qılım, boynumdan yük götürülsün, rahat olun. Qorxulu sözdür. Namaz bu formada yanaşılacaq ibadət deyil. Qurani Kərimdə ayə buyurur, La təqrabus salat və entum sukara. Məst olduğunuz müddətcə namaza yaxınlaşmayın. Məstlik təkcə şərabla olmur. Bəzən insan çox istədiyi bir yeməyi o qədər yeyər, adama bir yuxu gələr, bir halsızlıq gələr. Yeməyin məsliyidir. O halda deyir, namaz qılma. Gözlə, biraz özüvə gəl, dediyi anlayana qədər, rahat ibadət eləyənə qədər səbirli ol, ondan dur namazı qıl. Yaxud işdən adam gəlir, yorğundur, güclə özünü evə çatdırır, qoy bir cür namazımı qılım, yıxılım, yatım, o namazı qılma. Ged yıxıl, yat, yuxuy al, dincüy al, ondan sonra rahat dur, namazı qıl. Bu namaza olunan göstəriş, namazı əvvəl vaxtda qılmağın baxır harda? Yer var ki, rahatçılıqdır, hər şey öz qaydasındadır, gərək orada əvvəl vaxtda qılasan. Orada əvvəl vaxtda qılmasan namaza yüngül yanaşıbsan. Yer var, dediyim kimi, yeməkdən, işdən və s. insan yorğun olubdur və yaxud da süstləşibdir. Orada da həmən vaxtında qılsan namaza yüngül yanaşıbsan. Ged rahatdan, ondan sonra gəl namazı qıl. Burada ilahi əmrə riayət edirsən. Namaz çox önəmlidir, mənim əzizlərim. Namaza əhəmiyyətsiz yanaşmayaq. Namaz Allahla bəndə arasında olan əhddir. Namaz peyğəmbərlərin hər birinə 124 min peyğəmbərə vacib olan ortaq ibadətlərdən biridir. Və qiyamətin günündə də əvvəl ma yuhasəbə bihil əbd yevməl qiyamə əs-səlah. Peyğəmbər buyurur ki, əvvəl qiyamət günündə bəndədən soruşulacaq şey namazdır. İn qubilət qubilə masivaha və in ruddət ruddə masivaha. Əgər insanın əməlləri namazı qəbul olsa, digər əməlləri qəbul olacaq. Əgər insanın namazı qəbul olmasa, digər əməlləri də qəbul olunmayacaq. Namaz insanın əməllərinin təsdiq kağızıdır. Namaz əməllərin möhrüdür. Namaz möminin, iman əhlinin, bəndənin kimliyidir. Şəxsiyyət vəsiqəsidir. Namazı olan insan qiyamətdə nicat tapacaq. Namazsızın işi qiyamətdə çox çətin olacaq. İmam Sadiq əleyhissalam can verirdi. Bir ailəsinin, uşaqların yığdı başına. Dedi, sizə bir tövsiyə eləyirəm. Namazı yüngül yanaşanlar bizim şəfaətimizə, cəddimizin şəfaətinə nail olmayacaq. Namaz bu qədər önəmlidir. Namaz bu qədər mühümdür. Namaz insanın qiyamətdən keçməsi üçün, siratdan keçməsi üçün icazənamədir. Məsələn, bir adam deyək ki, yol polisi saxlayır, deyir ki, sürücülük vəsiqəsini ver. Adam çıxardır, diplomların verir, elmi işlərin verir, kitabların verir. Deyir, başa düşdümü, alimsən, çox gözəl. Amma burada bunlar keçmir. Burada sürücülük vəsiqəsi lazımdır. Yaxud elə bir yerə gedirsən, orada sənin kimliyi təsdiq edən şəxsiyyət vəsiqəsi lazımdır. Xarici pasport dediyimiz pasport lazımdır.
Bir çamadan kitabı yapar, elmi işi yapar, qəbul eləməyəcəklər. Deyəcəklər ki, bura həmin o xarici pasportu, pasportu ver bura. Pasport olmasa qaytaracaqlar dala. Namaz insanın Allah yanında bəndəliyinin təsdiqinin göstəricisidir. Ona görə namaz çox önəmlidir. Namaza önəm verməliyik, namaza əhəmiyyət verməliyik. Allahın namaza ehtiyacı yoxdur, ibadətə ehtiyacı yoxdur, amma bizim ehtiyacımız var. Əqimis salat li zikri. Quran-ı Kərimdə buyurur, namaz qılın ki, məni xatırlayasınız. Məni xatırlayasınız deyə namaz qılın. Namazın neçə dənə hikməti var? Vaxt məhdudiyyəti səbəbi ilə bu barədə olan məsələləri mən çalışıram, tez-tez danışıram. Bəzən deyirlər, niyə tez-tez danışsan? Deyirəm, az zamanda istəyirəm, çox şey çatdıram. Çox danışmaq fürsətimiz yoxdur. Namaz vaxtlarına diqqət eləyək. Məsələn, sübh yuxunun ən şirin vaxtıdır. Orada azan verilir. Dur, orada Allahı xatırla və namazı qıl. Bu birinci imtahandır insanın. İnsan durdu, sübh vaxtı namazını qıldı, birinci imtahandan üzaq çıxdı. Günorta vaxtı zöhr azanı işin ən qızğın yeridir. Orada azan verilir. Görüm hələ bu bəndənin yadındayam, mənim əmrimə itaət edib, gəlib namazını qılacaq yoxsa yox. Gəlib adam namazını qılır. Şam namazı işin axır vaxtına, yorğun vaxtına düşür. Orada yoxlanılır ki, insan görüm hələ bu mənim bəndəm gəlib namazın əvvəl vaxtında qılacaq yoxsa qılmayacaq. Namaz çox önəmlidir mənim əzizlərim. Qiyamətdə birinci soruşulacaq şey namazdır. Siratda birinci soruşulacaq şey namazdır. Namaz əhlinə ali məqamlar veriləcək. Namazsıza böyük əzablar veriləcək. Belə bir söz deyirlər, deyir, şeytan biri ilə yoldaşlıq elədi. Getdilər bir gün bunlar yoldaşı oldular. Şeytan gördü ki, bu sübh azanı verildi, bu namaz qılmadı. Günorta azanı verildi, namaz qılmadı. Əsr verildi, namaz qılmadı. Şam xifdən dedi, mən səninlə yoldaşlıq eləmirəm. Dedi, niyə? Niyə yoldaşlıq eləmirsən? Dedi, mən bir dəfə Allahın əmrindən boyun qaçırtdım. O da ona itaət eləyirdim, Adəmə səcdə eləmədim. Məni əbədi lənətə düçar elədi. Sən bayaqdan mənim yanımda 5 dəfə azan verilib, 5 dəfə Allahın əmrinə itaətsizlik eləyirsən. Sənin düşün məndən də pisdir. Sənin düşün məndən də çətindir. Bir dəfə mən ilahi əmrə itaətsizlik elədim, başıma bəlalar gəldi. Sən isə bir ömür bu cür yaşayırsan. Və təbii ki, bunun bir gün Allah insandan soruşacaq. Necə ki, şeytandan soruşdu. Sənə nə mane oldu, sən mənim əmrlərimə təslim olmadın? Sənə nə mane oldu, mənim səcdə et əmrimin qarşısında təkəbbür göstərdin? Məsələ çox mühümdür. Namaz çox önəmlidir. Vəli əleyhissalam da buyurur ki, Allah, Allah fis-salat fə innaha amudu dinikum. Deyir ki, namazı sizə tapşırıram. Çünki namaz sizin dininizin sütunudur. Dinimizin sütunundan diqqətli olaq. Namaz o qədər önəmlidir. Hətta deyirlər ki, valideynin dünyasını dəyişən valideyn əgər itaətsizlik yüzündən namaz qılmayıbsa, oruç tutmayıbsa, namazlarının qəzası böyük oğula vacibdir. Əgər övladlar istəsələr valideynlərinə xeyir iş görsünlər, təkcə bozbaş verməklə, ehsan verməklə, pulov verməklə, nə bilim bu kimi şeylərlə olmur. Mərmər daş düzəltməklə valideynin qədir qiyməti bilinmir, ona hörmət olunmur. Ona böyük məclis təşkil eləməklə olmur. Valideynin ən çox ehtiyacı olan şey qəza namazlarından qılmaqdır. Onun tərəfindən sədəqə verməkdir. Onun üçün dualar eləməkdir. Bu önəmlidir. Ona görə namaz dinimizin sütunudur. Dinimizin sütunundan diqqətli olaq. Bir yerdə əgər sütun yatdısa, sütun xarab oldusa, deməli artıq həmin o çadır tikili uçacaq. Namaz dinimizin sütunudur. Allah inşallah hər birimizi namaz qılanlardan qərar versin. Unutmayaq, Əmirül Möminin Mehrab şəhididir. Namaz üstündə Həzrət Əmirül Möminini şəhid eləyiblər sübh vaxtında. Bir nəfər gəlir Əli əleyhissalamın döyüşlərinin birində, deyir, ya Əmirül Möminin zöhr vaxtıdır, azandır. Bir nəfər böyürdən deyir ki, azan vaxtıdır. Bu davanın, qanın, qadanın içərisində nə namaz? Əli əleyhissalam narahat halda ona deyir, bəs bizim davamız namaz üstə deyilmi? Bizim bu davamız bunlarının namaz üstündədir. Deyir, sən namazı xatırlatdın, Allah səni namaz qılanlardan qərar versin. Bu İmam Hüseyin əleyhissalamın da barəsində var ki, sahabəsinə dua eləyir, Allah səni namaz qılanlardan qərar versin. Ramazan ayının zahirini ilə bilirəm, birinci gününün duasıdır ya ikinci gününün duasındadır.
Deyirik ki, Allah bizim namazlarımızı həqiqi namaz qılanların namazından qərar ver. Çox önəmlidir. Ona görə namazlarımızdan diqqətli olaq. Allah hər birimizi, dünyasını dəyişənlərimizi bağışlasın. Allah mübarək Ramazan ayının bizlərə sonuncu Ramazan qərar verməsin. Şəhidlərimiz, valideynlərimiz, haqqı boynumuzda olanların hamısını qərqə rəhmət eləsin. İzzət-i Cəlalı ehtiramına Zəmanə imamın yerin göyün bəlasından hifz eləsin. Və salamu aleykum və rəhmətullahi və barakatuhu.